çayı üzərində qonşumuz İran dövləti ilə birlikdə tikdiyimiz su elektrik stansiyası əsl dostluq abidəsidir. Süfrələrimiz dost izinə açıqdır. Naxçıvanda otağın işıqlısı, hər şeyin ləzizi dost üçün qorunub saxlanılır. Biz həmişə belə sevinç çağlarımızda bu günlərimizin yaradıcısını, böyük insanı, əzizimiz İlyiçi öz aramızda görürük. Дорогие товарищи, азиз нахчиванлылар, сегодня большой и радостный день в жизни трудящихся Нахичеванской автономной советской социалистической республики всего советского Азербайджана. Нахичеванской АССР вручается высокая награда Родины Орден Дружбы Народов. Указ Президиума Верховного Совета СССР о награждении Нахичеванской автономной Советской Социалистической Республики Орденом Дружбы Народов. За большие заслуги трудящихся Нахичеванской АССР в укреплении братской дружбы и сотрудничества советских народов, большие успехи в экономическом, социально-политическом, культурном строительстве и во знаменование 50-летия Союза Советских Социалистических Республик наградить Нахичеванскую автономную Советскую Социалистическую Республику Орденом Дружбы Народов. Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yoldaş bu yüksək təltif üçün hamını hərarətli ürək sözləri ilə təbrik elədi. Qədim mənəvi sərvətimiz, nəinki təkcə Azərbaycanın qəlbinin bir parçası olan Naxçıvanın, bütün ölkəmizin, bəşər mədəniyyətinin malı oldu. Əcəmilər, Kəngərlilər, Cavidlər, Ordubadilər, Məmmədəliyevlər, bugün müasirlərimiz olan sənətkarlarla bir emalatxanada, bir yazışı stolu arxasında, bir laboratoriyada dayanmışlar. Şairə Kəmalə Ağayeva da bu bayrama əli boş gəlməyib. Sənət ürəklisən, sənətkarlısan.
Cəlilin, Cavidin sözü səndədir. Məhəbbət mülkündə etibarlısan. Səydin, heyranın sözü səndədir. Qoynunda möhtəşəm abidələr var. Onlar əcəmidən qalır yadigar. Bir mimar gözünün nurudur onlar. Sanki əcəminin özü səndədir. İşte Qafqaz, səfalı bir məba. Allah Allah, nədir bu ab-ı hava? Nə qədər şairana bir xilqət, yerə enmişdir adətən cənnət. Bu tamaşaya qarşı hər insan, məncə bi-ixtiyar olur heyran. Nə qədər dilruba yaşıl təpələr, seyrə daldıqca ruhu cəzb eylər. Gülüşür pəmbə, al, bəyaz güllər, ötüşür hər tərəfdə bülbüllər. Ninni söylər kiçik suları xəndan, görünür hər tərəfdə bir orman. Qarlı qartallı bir yığın dağlar, ta uzaqlarda bəmbəyaz qarlar. Naxçıvan, anamız SSR-nin böyük evində, Azərbaycan diyarında, mərd, əməksevər, qrup yaradan, istiqanlı bir elin beşiyidir. Qoy bu beşik həmişə nurla dolsun. Qoy ondan həmişə sevinç, xoşbəxtlik nəğmələri ucalsın. Yaşıl vadilərində addımladıqca bahar, tərəfdən az qalır ki, quş olub uçan ağlar. Tərəfdən az qalır ki, quş olub uçan ağlar. Qəlbimin bir parçası Naxçıvan gəlin diyar, bəxtinə gündüzsün, gəncləşib qoca dağlar. Bəxtinə gündüzsün, gəncləşib qoca dağlar. Kəndlər, şəhərlər abad, çöllərin olub gülzar. Araz işığa dönür, çıraqlı uca dağlar. Araz işığa dönür, çıraqlı uca dağlar. Qəlbimin bir parçası Naxçıvan gözəl diyar, bəxtinə gündüzsün, gəncləşib qoca dağlar. Bəxtinə gündüzsün, gəncləşib